Okey. Deməli, 3.6-da biz sizinlə tapşırıqları eləmişdik. Deməli, mən əsasən bir səhifə vermişdim. Bir səhifə. 3.6-dan. Sonra bir səhifəni biz uşaqlarla müzakirə elədik. İkinci səhifədə bəzi misalları həll elədik, bəzilərini. Hansılar ki, çətinləri həll elədik, amma asanları evə vermişdim və yaxud da ki, oxşarlarını evə vermişdim. İndi mən əvvəlcə 3.6-dan birinci səhifədən hamısını izahım verəcəm sizə. Deməli, belə, birinci sualı oxuyuram, ekran biraz böyüdü. 258 səhifəlik 250 din faizini. Mənə yaxınlaşdıra bilərsiniz. Hə, yaxınlaşdıram. Mən səbirli ol. Ekran görürsünüz. Mən görürük. Bəli, müəllim. Yaxındır bu dəqiqə. Səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Qalan səhifələrin hər birində 32 sətr və hər sətrdə orta hesabla 16 simvol var. Sənədi Unicode əlifba standartına görə kodlaşdırılmışdır. Və bu 258 səhifəli var. Bu məsələ ilə bu məsələ oxşardır. Bunu mən həll edəcəm. İkincisini sizdən istəyəcəm, tamam mı? Görüm edə biləcəksinizmi? Birincisini mən həll edəcəm. Eyni misaldır, təxminə. Sadəcə Bir də yaxınlaşdırardı yaxşı. məsələni. Tamam. Yaxşıdır. Mən görsən yaxınlaşdırmışsa mən. Məndən nə gəldi görüm. Çox böyütmüşəm. Mənə ekranla olduğu kimi var. Çıx təzdən gir, zəhmət olmasa. Baş. Məhəmməd, sizdə və xanlar, sizdə ekran böyüdülmüş görsənir. Bir dəqiqə mən çıxıram, təzədən də gələm. Nə baş verdi belə? Nə olduğunu. Deməli, 3.6-da birinci sualı. 258 səhifəli sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Mən indi buradan, deməli, OpenWord açım. Bu hissəsini kopyalayıram. Mətnə yapışdıraq. Ekran yaxşı görsənirmi uşaqlar? Mən indi artıq başlayıram burada yazmağa. Deməli uşaqlar 258 səhifədir, düzdürmü? 258 səhifənin birinci və sonuncu səhifəsi deyəndə uşaqlar neçə dənə səhifə olur? Birinci və sonuncu 2 dənə səhifədir, düzdür? Bu bir, bu da ikinci səhifə. 256. Hə, 2 dənə səhifəsi qrafik təsvir var 2 dənə səhifəsində. Deməli, hərəsində də 10 kilobaytlıq qrafik təsvir var. Deməli, 2-ni vuraram 10-a. Eləyər 20 nə? Bax, burada kilobayt var. Ona görə 20 kilobayt yazdım. Bu isə okey. İndi 2 səhifəsi... Ben başlayayım. 2'yi niye vurduk ki? Hə, tamam. Bax, 258 səhifəni sənədin birinci və sonuncu səhifəsi. Birinci səhifəsi ilə sonuncu səhifəsi ikisi bir yerdə neçə dənə səhifə eləyir? Hə, mən elə bildim sonuncuya qədər. Hə, başa düşdüm. Birinci və sonuncu 2 dənə səhifə eləyir. Səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Hərəsində 10 kilobayt varsa 2 səhifədə neçə eləyəcək? 20 kilobayt. Tamam mı? Qalan səhifələrin hər birində isə artıq mətin var. İndi baxaq görək neçə dənə səhifəmiz var. 2 səhifəmiz şəklə gedib 258-dən. Bax, 2 səhifəni çıxdım. Neçə elədi? 256 dənə səhifəmiz qaldı. İndi ki, qalan səhifələrin hər birində 32 sətir. Baxın uşaqlar, 256-nı vururam 32-yə. Sonra hər sətirdə orta hesabla 16 simvol var. Vuram 16-ya. Unicode əlifba standartında kodlaşdırılmışdır. Unicode'da biz neçə bit olduğunu bilirik. 16 bitdir də, düzdürmü? 16 bitdir. Elə. 2 baytla da hesablaya bilərsiniz. Bu arada Unicode uşaqlar bilirik ki, Unicode ya 2 baytdır, 2 bayt. Ya da 16 bit. 16 bitdir. İkisindən biridir. Hə.
İndi baxırıq 16 bitdi. Deyir kodlaşdım. Bu sənədin informasiya həcmi neçə kilobayt olar? Səhifəni qeyd elədik, sətirləri qeyd elədik, sistem olan sayını qeyd edirik, əlifba standartımızı qeyd edirik və bu informasiya həcmini bu arada kilobaytla istəyir bizdən. Fikir verin, burada cavabı bizdən kilobaytla soruşur. Mən kilobayta çevirmək üçün, bax bu bitdən kilobayta çevirmək üçün neçə böləcəm? 213. 213. 213 bölürük və həll edirik. Deməli, 256, gəlin bunu 2-nin qüvvətləri şəklində yazaq. 2 üstü 8 eləyir. 32 eləyəcək 2 üstü 5. 16 eləyəcək 2 üstü 4. Və vurusun 16 da burada 2 üstü 4 elədi. Bunu da bölürük 2 üstü 13-ə. Deməli, buradan da hesablayanda 2 üstü bax 8 və 2 üstü 5. İkisi bir də 2 üstü 13 eləyir, düzdürmü? Bax, bununla bu ixtisara getdi. Burada qaldı nə? 4'ləri toplayırıq, eləyir 2 üstü 8. O da eləyir neçə? 256 kilobayt. İndi qulaq asın. Bu mətnin həcmidir. Bax, burada cavabda B bəndində var, amma bunu bilin ki, bu mətnə aiddir ya. Axı, biz şəkildə tapmışıq. İndi deyək ki, bu sənədin informasiya həcmini tapın. Deməli, mətni tapdıq 256 kilobaytdır. Axı, şəklimizdə var. Deməli, şəklin üstünə... Necə? 256-ın üstünə 20 gəlirəm. Bəli, 20 kilobaytı gəlirik, eləyirik 276 kilobayt. Cavab D bəndi. İkini biz eləyə bilərik müəllim. Necə? Hə, ikincisini indi açıram, ikincisini eləyək. Gəlin ikincisini. Eyni oxşar misaldır. Buyurun, həll edeyim. Eləyirəm müəllim. Məhəmməd də, Turqut da həllərimizi Səhvlə deyək, yoxsa yazaq? Cavabı atın mənə, mən təxmini bilirəm orada cavabı neçə almışıq şey. Hə, bir dəqiqə olmalı. Müəllim, mən sizə atdım. Baxıram. İntihası müəllim, bu səhifə sayın falan hamısını yazmadım ki, mən vaxtım çatsın. Tabii də onu yazmaq şey eləməm. Tamam. 208-dən 200 qüvvətlər şəkildə yazdım. Cavab demə. Hə, sən düzgün cavab almışsın. Mən əsas cavabım bilirəm ki, cavabı düz eləyəcəksən. Bir dənə. Bəli. Bir şey deyə bilərəm müəllim. Buyur Deyxanlar. Üçüncünü izah eləyəsiz, dördüncünü biz eləyəcəyik. Baxacam indi misalı. Bir dənə hələ misalı görməmişəm. Deyəm mənə. Siz ikinci Turqutla Məhəmməd həll edirsiniz. Mən öcə deyək də xanlar da yazıbdı. Xanlar yazıb, siz eləmirsiniz, bəs Məhəmməd, Turqut. Mən yazmışam da, onu deyirəm. Hə, yazmışsan. At da şəklini. Vaxt cavabı birbaşa at. Mən bilim ki... Cavab. Turqut, bəs sən? Turqut. Turqut, buradasan. Turqut, həll ilə bilmirsənsə de. Çıxdı ki, Turqut yoxsa mən gəldim. Turqut, həll ilə bilmirsənsə. Aha, misal attı, tamam. Bunu attım. Gördüm. Müəllim, bir şey deyə bilərəm. Bir dəqiqə səbir ol. Bir dəqiqə. Turqut, sən o misalın... Bir dəqiqə.
Yo, o bir misal değil bu. Məhəmməd. Yox, Məhəmməd qarışdırmısan. Gəlin onda mən sizə həlli göstərim uşaqlar. Turqudla Məhəmməd. Deməli, Müəllim, məndə internet biraz zəifdir. Arada bir çıxıb gələcəm. Ona görə mən üzr istəyirəm. bir narahat olma, üzr istəmə. Aha. Deməli, bayaqki kimi məsələdir. Necə olacaq? 258 səhifəli sənəddir. Yenə birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Deməli, birinci və sonuncu dediyi üçün birinci səhifə 1, sonuncu səhifə də 1-dir. İkisi bir də 2 səhifə oldu, düzdürmü? 2 və hər səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Ona vururam, eyni məsələdir. 20 kilobayt elədi bu. İndi qalan səhifələrin hər birində deməli 258-dən ikisini çıxıram ki, çünki yerdə qalanı tapırıq. 256 səhifə eləyir, düzdürmü? İndi 256 səhifənin qalan hər birində 32 sətir. Bir dəqiqə. 207 neçə eləyir müəllim? 128. 128-ə. Onun isə 20 gəliyə. Bəli, bəli. Başa Hə, düşdün? mənim başım qarışdı. Mən orada axırıncı o şeydir. 20 kilobaytı saymamışam, elə yazmışam mən. İndi başa düşdüm. Hə, əla, əla. İndi başa düşdün, əla, amma Turquta da izah eləyək də. Turqut Hə, başa düşdüm. Hə. Güzel, 32 sətir var deyir, 32-ni yazdıq. Hər sətirdə 16 dənə simvol var. Deməli, bunu 16-ya da vururam. İndi ASCII əlifba standartı deyilirsə, biz dedik ki, ASCII əlifba standartı ya 1 baytdır, ya da 8 bitdir. Mən rahat olsun deyə 8 bitlə götürürəm. Və bunu biz kilobayta çevirmək üçün yenə nəyə böləcəyik? 213-ə. Biz bilirik ki, bitdən kilobayta çevirmək üçün 213-ə bölürük. Burada yazıram 213, 208, 205, 204 və 2-nin kubu. Cavabı tapaq. 213 ilə, bax, buradakı 208, 205, bax, ixtisara getdi. Cavab nə qaldı burada? 207, o da bərabər 128-ə. 128 kilobayta. İndi bu tapdığımız mətnin həcmidir. Mətnin. Bəs şəklində həcmi var axı. Ümumilikdə nə qədər olacaq? 128 üstə gəl 20 bərabərdir 148 kilobayt. Turqut, aydın oldu sənə? Bəli. Əla. Keçin növbəti suala. Üçüncü sualı bir dən baxaq. Üçüncü sualı mən deyəcəm. Dördüncü sualı siz eləyəcəksiniz. Burada biraz amma qatışıqdır. Olsun amma. Dördüncü sual əsnə qalsa, üçüncü sual asandır. Mən istərdim dördüncü suala baxaq. Uşaqlar, 1024 simvolluq əlifba deyirsə, əlifbanı orada biz əlifbada nə qədər götürəcəyik bir informasiya miqdarını? 9. Yox, 1024 2 üstü neçədir? 209. 11 götürəcəyik. Ha, mən başladım. 11 götürəcəyik. Burada da eyni misaldır. Prosto burada elə bir 8-ə və yaxud da 16-ya yox, 10-a vuracağıq. Bu 3-ü mən burada istəyirsiniz yazım, yoxsa 4-ü eləsəm elə biləm daha yaxşı olar. 3 adantı mən 4-ə istəyirəm. Məhəmmədlə Turqut, sizin üçün etiraz yoxdur? Xeyr. Xeyr və. Əla. O zaman keçək dördüncü suala. Burada birbaşa həcmi verilibdir. Baxın, sənədin ümumi informasiya. Məsələn, oxuyaq. Bunu şəkil çəkeyim. İndi misala baxaq. Deyir 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Bu bayaqki misal kimidir, düzdürmü? Yenə 2-ni vururuq ona, 20 kilobayt elədi. Biz bildik ki, mətndə 20 kilobaytlıq şəkil var. Qalan səhifələrin hər birində 32 sətir. Deməli, 256 səhifədir. Dedik ki, 2 səhifə sağ şəklə getdi. 256 səhifə qaldı. Və onun hər birində 32 sətir. Hər sətirdə 16 simvol var.
İndi uşaqlar fikir verin, əlifbanı vermir burada. Hansı əlifba ilə yazılıb, hansı standartla yazılıb verilmir burada. Və deyir ki, sənədin ümumi informasiya həcmi 212 kilobaytdır. Mən bunu bilmədiyim üçün i-yə vururam. İ bilmirik də neçədir i-miz. Və burada bunun cavabının üzərinə, bax bunun cavabının üzərinə bunu 213-ə bölürəm təbii ki, kilobaytla göstərmək üçün uşaqlar. Bu isə ümid edirəm ki, aydındır. Və bu informasiya həcmi mətnin informasiya həcmidir, düzdürmü? 213-ü ona görə bölürəm ki, burada kilobaytla təsvir etmək üçün. Bax, burada cavablar bizə kilobaytla verilibdir. İndi bunu tapdıq, üstünə gəlirik. Bu 20 kilobaytdır. 20 kilobayt. Və bərabərdir, deyir, ümumi həcm 212 kilobayt olarsa, 212 kilobaytdır. Həcm, bu məlumatın kodlaşdırıldığı ən minimal əlifbanı müəyyən edin. Deməli, nə edəcəm uşaqlar? Burada artıq tənlikdir. Tənliyimizi həll edəcəyik. Kilobaytla misal hesabladım mən burada. Elə birbaşa elə keçirdim. Eyni fərq, yəni misal fərq yoxdur. Siz istəsəniz 20 vurulsun 213 burada yaza bilərsiniz. 212 vurulsun 213. Mən birbaşa ixtisar aparmaq istəyirəm, rahat olsun deyə. 208 vurulsun 205 vurulsun 204 vurulsun i hərfi. Bax, 256, 208-dir, 32, 205-dir, 16, 204-dür, i-miz də olduğu kimi qaldı. 213-ü bura yazdım, üstə gəl, 20 kilobayt və o da bərabərdir 212. Əslində 212-dən 20 çıxa bilərəm də, düzdürmü? Birbaşa gəlin çıxaq. 212-dən 20 çıxsaq, deməli, cavab burada 2, 11-dən 2 çıxanda 9, 192. Ümid edirəm, düz hesabladım. Aha, indi biz burada 208-dən 5... Bələməz indi. Bəli. 213-lər gedərdə kilobayt deyir. Getdi. Elədi, burada 204 neçə edir? 16 i. 16 i bərabərdir. 192. Burada kilobaytdandır artıq. Biz kilobaytı çevirdik. Kilobaytlar gedəcək burada ixtisara. Əslində qalsa bitlərləndir. İndi bunu mən aşağı düşməyə çalışıram, amma almır. İndi gəlin baxaq 192-ni 16-ya böləndə. Bir dəqiqə. Burada mən kalkulatordan kömək istəyəcəm. 192-ni 16-ya bölmək üçün cavab 12 eləyir. i bərabərdir 12. Biz i-ni tapdıq. Biz düsturumuz var idi. n bərabərdir 200-dür i-yə. Düzdürmü uşaqlar? Belə bir düsturumuz var. Hartli düsturudur. Mənim i-nim, i hərfim. Bax, i bərabərdir 12-yə. Deməli, n bərabər əlifbanın bizdə minimal əlifbanı müəyyən edin deyir də. 200-dür 12. Uşaqlar, 210 1024. 4090. 1024-də 4-ə vuranda eləyir 4096. Aydın oldu. Bəli. Digərləri Turqut və Məhəmməd. Ya bəli dedin, hə? Əla. Yaxşı. 5-ci sualda 5-ci sual 4-ü mən elədim də, düzdürmü? 5-ci sualı siz həll eləyin. Eyni oxşar bir sualdır. 5-i buyurun həll eləyin. Bax, bəli. Həllini atanda mənə xəbər eləyin uşaqlar. Ola bilər telefonumu kodlamışam ki, mesaj gələndə monitör eləməsin. Mənim üzrü səni internet girmişdi. Mənim zəif deyə üzrdə də. Narahat olmayın uşaqlar, başa düşürəm. Əsas odur daxil ola bilirsiniz. Bu məsələni həll edeyim. Mənə həllini atın. 5-ci mənim. Bəli, 5-ci. Baş.
Yazdım müəllim, listə atıram 50-ni. Əla at. Müəllim, bir şey deyə bilərəm sizə? Buyur. Dünənlərin müəllim internetimiz tamamilə kəsilmişdi müəllim. Onun üçün müəllimlər gününüzü təbrik edirəm müəllim. Çox üzrlüyəm. Narahat olmayın. Çox sağ olun. Təşəkkür edirəm diqqətinizə görə. Xanlar. Baxın görün. Birinci mən bizlər üçün çox dəyərlisiniz. Siz də dəyərlisiniz. Hə, cavab düzdür. Baha dərs müəllim. Cavab düzdür. Düzdür? Bəli. Bəli, bəli. Çox sağ olun. Çox sağ olun. Təqdim çox gözəl olduğu üçün mən başa düşə bilmərsiniz. Yox, başa düşdüm. Prosta şəklə solğun çəkmişdi. Turqut da atdı. Kanalda çəkmişik. Qələm də gələm bir dəqiqə. Turqut da düz yazıb. Afərin Turqut. Məhəmməd də həll eləsin. Bir dəqiqə mənim. Müəllim, Buyur. birdən deyərsiniz, niyə gəlməkdə mənim? Əhməd xəstələnibdir. Mənə də xəbər verdi ki, müəllimə deyərsən ki, xəstələmişəm, qutlamıram. Əhməd yoxsa Onun bünyəsi ev uşaq deməm. Əhməd. Əhməddən sən yaxınsan deyəsən, hə? Müəllim, biz qardaş kimi intihası şeydir, başqa yerlərdə qalır. Yaxşı uşaqdır Əhməd. Əslində qalsa şikayətim yoxdur, sakitdir, şeydir. Sadəcə dərs oxumamazdı biraz məni narahat eləyir. Yaxşı uşaqdır. O müəllim ki, sizdən çox məni narahat edir. Onu bilmirəm gələcəyinə tər olacaq da. Deyir amma burada oxu, da atan o qədər pul tökürük də. Deyir hər şey 11 də var da, 11-də oxuyacam. Rahat adamdır onda. Mən kimi saat altdan durub dərs elə. Məhəmməd həll edə bilirsən? Mən 32-dir cavab. Yox. Ya. Yo, bir dəqiqə. Öyle nəsə iti səhv elədim hesablamada. Nəsə səhv getdim. Mən izah eləyim də. Yaxşı. Məsələyə baxırıq. Deməli, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Deməli, yenə də bayaqki məsələ kimidir, eyni misaldır. İki səhifəmizdə deməli şəkil var, 10 kilobaytlıq şəkildir, o da deyir 20 kilobayt. Sonra deyir, qalan səhifələrin hər birində 32 sətr və hər sətirdə 16 simvol var. Bax, 256 səhifəmiz qaldı. Qalan səhifə hər birində 32 sətr və hər sətirdə 16 dənə simvol var. İndi burada da əlifbanı vermir. Ona görə i-yə vururuq, bilmirik əlifbamız necədir. Və onu kilobayta çevirmək üçün burada cavabda kilobaytdan verib. Biz də yerə birbaşa kilobaytla hesablamaq üçün 213-ə bölürük. Sonra bu aldığımız cavabın üzərinə ümumi həcmi də verilib. Məsələdə ümumi həcm verilibdir. Üstünə bu şəklində həcmini gəlirik. 20 kilobaytı şəklin həcmini və alırıq 148 kilobayt. Buradan 256... Mən təxmini deyə bilərəm mən. Ben indi başa düşdüm, ehtiyac yoxdur izah eləməyə. Mən orada 213 yox, 210-a bölmüşəm orada. Hə, ona görədir. Aha, bitlə hesablayıram. Bitlə hesablayıram ki, siz başa düşəsiniz. Hə. Elə baytla girmişəm. Orada da səhv düşüb də 1 bayt, 1 kilobayt. İndi başa düşdüm mən. Hə, aydın oldu indi. Yaxşı, o zaman yəni burada bunlar gedəcək. Onda aparma cavab A bənd eləyir 256. Turqut yazılanlar həll edir. Afərin.
Yaxşı, ümid lap yaxşı, siz başa düşdünüz, əla. İndi gəlin baxaq bir də bu məsələyə 6-cıya. Kitabın hər səhifəsində x sayda simvol və 5 baytlıq qrafik təsvir var. Kitabın 8 səhifəsi olarsa və həcmi 200 bayt olarsa, kitabın hər səhifəsində neçə simvol var? Bu da oxşar sualdır. X sayda simvol deyir. Deyim görün buna oxşar sual varmı? Hə, 6-cı sual mən eləyim, onda 7-ni siz eləyərsiniz, tamam mı? Gəlin baxaq 6-ya. Mən bunu çəkim. 6 ilə 7 eyni şeylər deyir axı. Biz eləyək demədim. Heç olmasa biləsiz şeydir. Eləyə bilirik yoxsa yox. Problem deyil. Mənim birinci həllimə baxın, əsas mahiyyəti başa düşün, problem deyil. Yəni məndən sonra köçürürsünüz yoxsa yox. Mən onu elə ki, siz əsas oldu mahiyyəti tutun. Mənə lazımdır sizin başa düşməyiniz. Çox sağ olun müəllim. Hə. Deməli kitabın hər səhifəsində x sayda simvol var və 5 baytlıq qrafik təsvir var. Kitabın 8 səhifəsi var uşaqlar. Deməli 8 səhifənin hər səhifəsində deməli x sayda simvol var. Bilmirik də x sayda simvoldur. Və 5 baytlıq qrafik təsvir var. Və həcmi 200 bayt olarsa, deməli uşaqlar 5 baytlıq qrafik təsvir. Burada baytdan danışır, burada da baytdan danışır. Ona görə mən işimi baytla görəcəm. Bitlə yox, baytla görəcəm. 2-yə vurmaq yaddan çıxdı müəllim. Unicode deyir axı, ən başda 2-yə vurun da onu. Bir dənə səbirli ol. 2 vur 8. Tamam mı? Deyəcəm. Bilirəm. Unicode axırda veribdi. Deməli, x sayda simvol var. Simvolumuzun da hər birini mən burada yer qoymuşam 2-yə vurmaq üçün. 5 baytlıq qrafik təsvir var və 8 səhifəsi var. Onu da 8-ə vururam 5-ə. 8 səhifənin hər birində deməli 5 baytlıq qrafik təsvir var. Və ümumi həcmdə neçə baytdır? 200 baytdır. Uşaqlar, mən fikir versəz, artıq burada bayt olduğu üçün mən 2-yə ona görə vurdum ki, biz Unicode-da dedik ki, yaxı bir informasiya həcmi 2 baytdır. Bax, bitlə danışmadıq. Bax, burada bayt var, burada da bayt var deyə. Mən artıq işimi baytla gördüm, 2 bayta vurdum. Cavabda misalda həll edirik artıq burada. Deməli, 16x bərabərdir. 200-dən 40 çıxırıq, edir 160. X da bərabərdir 10-a. 200-dən 40-ı çıxdı mənə burada. Unicode deyir ki, neçə simvol var? Bizim də tapdığımız 10 simvoldur. Bir dəqiqə mən orada 8 səhifəsi. Kitabın 8 səhifəsi var. Bax, hər səhifədə də x sayda simvol var. Ona görə 8-i vurdum x-a. Bir də axırda yazılıb ki, kitab Unicode-da kodlaşdırılıb. Biz bilirik ki, bir simvolun həcmi neçə baytdır? Baytla göstərilib burada. Ona görə 2-yə vurdum. Bir simvolun həcmi Unicode-da 2 baytdır, düzdürmü? 8-i vurdum x-a, vurdum 2-yə. Bir də deyir ki, bax, hər səhifədə axı 5 baytlıq qrafik təsvirdə var. Hər səhifədə. Demək, 8 səhifənin 8-ində də 5 baytlıq qrafik təsvir varsa, 8-ə 5-ə vurmaq lazımdır. Burası aydındır. İndi başmışdım mən, indi başmışdım. Və 200 bayt ümumi həcm verilibdir, topladıq, alınan cavabdan çıxdıq, elədi 10. Hə, mən deyəcəkdim 5-i niyə, orada 8 vur, 5 vur, 2 niyə olmadı? Ayrıca ora 5-ə də. Şəklə aiddir, qrafik təsvirə aiddir. Turqut da başa düşdü, Turqut. Bəli, bəli. Əla. İndi 7-ni buyurun, həll edin görək. 7 biraz oxşardı. Biraz burada qaçışıqlıq var, bir damcı. Görün, tapa biləcəksinizmi? Yox, eyni şeydir, eyni sualdır. Prosta suallar belə şeydir. Eyni sualdır. Eyni sual deyil, o daha asandır axı. Elə bir ki, 6-dakı asan idi, 7-də elə bir rəqəmlər çoxdur. Eyni sualdır. Yaxşı, mən sizə atıram bir dəqiqə. Əsəbləşmə. Cəsurla mən neyniyəcəm? Cəsur özü yaxşı oxuyan şagird, amma dərsə qoşulmadı.
Attım mən sizə. Baxıram. Bu bir dənə səbirli olun cavablara bir dənə baxım. 7. Sonuncu cavabı bir dənə dairəyə al, atda mənə. Mən burada çox cavab gördüm. Hə, müəllim bağışlayın, ne şeydir? Oy. Mən başqa yerə baxmışam. Mən qoyuna misal işləyim tez. Ben attım ben bakardım. Hə, yaxşı baxıram. Məhəmməd. Burada cavablarda başqa cavab veribdi Məhəmməd. O cavab deyil. Səhv deyərəm mən. Bəli, səhvdir. Ben bir dəqiqə baxım, bəlkə bir səhv. Sabahın Müəllim, izah edəməyim bir dənə. Mən tez düzəldim gəldim. Yaxşı, eləmirəm hələ ki. Ben burada Unicode-dan zaten söhbət getmir də. Heç bir şeydən söhbət getmirsə, bilin ki, ASCII-dən gedir söhbət. Hə, başa düşdüm. Bəs necə səhv olur? Hər səhifəsində deyir ha, biraz diqqətli olun. Şəkil hər səhifədə var. Ben yine eyni cavab aldım hemen. Ola İki bilər ki, səfər elədim. cavabları səhvdir, baxarıq, narahat olma. Turqut baxa bildim misala. Xanlar və Turqut. 60 anana. Hə, gördüm. Baxıram müəllim, Onda baxıram. Turqut düz alıb. Alıram dalı. Turqut misalı düz alıb. Afərin Turqut. Mən narahat olmayın, atıram tez. Yaxşı, izah edeyim uşaqlar, vaxtı itirməyək. Yo müəllim, yo, alıram bir dəqiqə. Yaxşı. Aldım müəllim, aldım. Hesablama biraz şeydi, müəllim kalkulyatorda zayet çıxdı. Atıram mən sizə cavabı bir dəqiqə. Yekun cavabı deyə bilərəm müəllim mən. Ben biz onu 2 üstü 3'e vurmalıyıq. Onu 2 üstü 3'ə. Bəli. Onu 2 üstü 3'ə yox. 2 üstü. 10, 2 üstü 10 demək istədim, saçdım. Hə. 210'u 10'a vurmalıyıq müəllim. Bəli. Bəli. B alınır hə cavab. Bəli. Kilobaytdır deyər. Düzdür. Hə, Hə, B. Hər üçünüz də onda almısınız cavabı. Okey, keçdi 7-dən. Bəli. Buna da izah vermirəm. 8 asan sualdır uşaqlar. 5 sonki simvolluq kod. Ay yox, bunu izah edeyim. Çünki bunda keçən səfər xanlar erişmişdi. 8 Hesablama mən texnik tərəfim. 8 ilə 9-u gəlin baxaq sizinlə. Elə bunun üstündə istəyirəm işləyimi.
Gəlin baxaq. Deməli 512 simvolluq minimal əlifba deyir. İndi siz mənə deyin görün, burada i neçəyə bərabər olacaq? 9-a. 9. Ay sol. İndi deyir ki, əlifbada yazmış məlumat, indi bilmirik də x sayda məlumatdır, düzdürmü? Biz demişdik ki, belə olan halda 9x yazıram bura. İnformasiya həcmi 1800 bitdir. Bunun informasiya həcmi 1800 bitdirsə, deməli bu da bitdi, bu da bitdi uşaqlar. Bax, bu da bitlə hesab olunur, bu da bitlə hesab olunur. Biz indi nəyi tapacaq? Ümumi simvolların həcmini. X nəyə bərabər olacaq? 200-ə. Deməli, 200 dənə simvol var burada. 200 simvol. İndi deyir, bu məlumat Unicode sistemi kodlaşdırarsa həcmi neçə bayt olar? Valla baytı çevirmək 200 vuran 2. 200 vur 2. Bəli, 200 vur 2. Yəni 400 bayt elədi. Asan sualdır. İndi gəlin 9-a baxaq. 9. Ekranı silim. Baxaq görək. Bu asan sualdır. Özünüz həll edə bilərsinizsə mən istərdim özünüz eləyin. Dokuz eləyin görüm. Görüm elə bilməsəz mən izahımı verəcəm. Məhəmməd, sabah gələcəksən? Turqut, Məhəmməd. Ara müəllim. Gələ bilməyəcəm. Oyda, sizlə Ara müəllim bir dənə deyə bilərdiniz. əlavə dərsə, sabah Kaspidə əlavə dərs alıram. Mən məktəbə gəlməliyik. Kaspiyə, bəli. Mən çox güman ki almayacağıma xəbər verirəm. Ancaq 11-lər onda belə çıxırda iştirak edəcək. Heç ülvi də deyil sabahlar. Onda bəlkə ləğv edeyim. Niyə gəlmək istəmirsiniz? Yəni bir dərs olduğuna görə, uzaqdan gəlirsiniz ona görə. Mən saat neçədə olacaq demişdiniz? 3-ün yarısında. İstəsəniz gec də eləyə bilərəm, problem deyil. Mən sabahlar demək olar ki 3-ün yarısından sonra boşam. O e-book qoşula bilməsəz, mən bir də birinci gün gələn həftənin bugünü təzədən bir də əlavə dərs alacağam belə vaxtda. Orada cavab 16-dır mənə. 16, birdən baxım. Mən cavab tapdım. Cavab nə tapdın? Variantı deyin, problem deyil. Variantla deyim, bir dəqiqə. Cavab müəllim 204-dür, cavab 16-dır. Hə, 16-dır. Kim 16 demişdi mənə? Məhəmməd, bəs sən həll edə bildin? -16 aldım. Düzdür Məhəmməd, düzdür. Ancaq mənə keçdi bu misaldan. Asan sual idi, bunu göstərmədim vaxt itirəyə buna. Deməli, bunlar asan sualdır, abrakadabra ilə bağlı olan. Burada 11-ci sual. Bu bayaqki sualdır. ASCII-dən deməli mətn Unicode'a çevrilib. Sonra ASCII-də olan mətn Unicode'a çevriləndə informasiya həcmi neçə dəfə artar sizcə? 2 dəfə artır da. 2 dəfə artır da mən. Ay, sağ ol. Mən 2 dəfə artanda 50 kilobayt gəlirsə, onda 2-yə vuruq 50 kilobaytı. Ay, sağ ol. Cavab deyilir, yox, bir dəqiqə ASCII-dən Unicode'a çevriləndə 50 kilobayt daha çox həcmi olar deyirsə, deməli ASCII-də 50 kilobayt idi. Unicode'a çevriləndə 50-dir. Tamam deyəm. 50-dir üstünə. Unicode-da 100-dür. ASCII-də soruşursa 50-dir bə. Bəli, Unicode-da 100-dürsə elə ASCII-də də 50 olaraq qalacaq, tamam mı? Bəli. Aha. İndi gəlin sizinlə baxaq bu 11-ci məsələyə. 11-ci məsələdə
Bax, birinci və sonuncu əvvələ qrafik təsvirin birbaşa həcmini verirdi. İndi isə deyir ki, öz həll edin həcmini. Bunu öz həll edin, görüm necə həll edəcəksiniz. Eyni məsələ tipidir. Sadəcə qrafik təsvirin bu səfər pikselləri verib, rəng çaları verilib, deyir öz tapın da. Eyni tipli məsələdir. Bayaqki məsələ ilə oxşardır. Həll edin görək. Uşaqlar, onu qrupa bir dənə səs vermə qoyacağam. Hamı iştirak eləyər. Gələcəm, olmayacam. Gülməli səs vermə qoyun. Hamının adını taq eləyirəm. İndi bilmədim kim var, kim yoxdur, amma yəni taq elədim. Səs versəz də, verməsəz də. Başa sala bilərsiniz bunu. Olar. Yox, mən salmayın hələ, bir dəqiqə salmayın. Sən tapşırığı edib qutarana qədər Çox uzun getdi ona görə. tamam. Yox, müəllim, hesablama şeydir. Çox bir şey yox. Yaxşı, olsun. Turqut artıq başa düşməyibsə, qoy mən izah edeyim. Siz həll eləyirsinizsə, lap yaxşı. Həll eləyib atın, mən baxacam. Mən həll eləyənə qədər siz həll eləyin. Deməli, misal belədir ki, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsi. Birinci və sonuncu səhifə deyilirsə... Mən bir dəqiqə şey atıram, bura baxın. Sən at, mən baxıram, narahat olma. Birinci və sonuncu səhifəsi deyilir. Birinci və sonuncu səhifə deyilirsə, deməli 2 dənə səhifədir. Təsvirlər 256-512 pikseldən ibarətdir. Deməli, 256-512 pikseldirsə, saat neçə 22:49 sənin cavabı nə yazmısan indi burada? Müəllim, indi onu gedirəm. Hə, yaxşı. Hə. İndi 256-512 deyilirsə, deməli pikselləri vuracaq bir-birinə. Düzdürmü? Biz 2 səhifə üçün hesablayırıq. İndi hamısını vuracaq bir-birinə. 256 vurulsun 512 və 32 rəng çaları. Biz demişdik ki, rəng çaları deyilirsə, bir var rəng dərinliyi, bir də var rəng çaları. Bax, R-D rəng dərinliyi bərabərdir 2 + R-çıya. Yox, üzrlü sayın, məsələ tərsinə dedim. R-çı rəng çaları, yəni bərabərdir 2 + rəng dərinliyinə. Və yaxud da ki, n bərabərdir 2 + i düsturudur burada. N burada rəng çalarıdır.
İ'də ki, rəng dərinliyidir. Aha, biz i'ni tapdıq. Nədir bu 32? 2 üstü 5'dir. 5 bitdir. Vurulsun 5 bit. Və rəngləmişik. Qalan səhifələr artıq yerdə qalanın mətnə aiddir. İndi gəlin biz bunu tapaq görək ki, bu şəklin həcmi nə qədərdir? Biz bunu kilobayta çevirə bilərik də. Çünki bizim cavabı kilobaytla istəyir, düzdürmü? Mən elə bunu kilobayta çevirmək üçün birbaşa cavabı mən 2 üstü 13'ə böləcəm. Bitdən kilobayta çevirmək üçün. Burada artıq bərabərdir. Deməli 2 vurulsun 2 üstü 8 vurulsun 2 üstü 9 vurulsun 5 bölünsün 2 üstü 13'ə. Burada 2 üstü 9 2 üstü 18 elədi. 2 üstü 18 burada 2 üstü 13 18'dən 13 çıxanda 2 üstü 5 edir, düzdürmü? 2 üstü 5 vur 5 yaza bilərik. Düz yazdım mı? 2 üstü 9 18 18'in sonra 2 üstü 5 edir. Bu da bit kilobayt edir bu. Kilobayt edir bu da. Burada belə yaza bilərəm də mən. 2 üstü 4 vurulsun 10 kilobayt. 2 üstü 4 edir 16. Bu da elədi 160 kilobayt. 160 kilobayt. Bu şəkildir. Falan bu şəklin həcmidir 160. İndi gəlin baxaq mətnin həcmi nə qədərdir. Mətn uşaqlar Unicode-da yazılıbdır. Uşaqlar bitlə də göstərə bilərik, byte-la da göstərə bilərik. Gəlin byte-la bu səfər göstərək. Olarmı byte-la? Byte-la göstərsək neçə kilobayt, neçə byte götürəcəyik? Ben onu böləcəyik. 2'yə vuracaqdır. Baxın byte-la, düzdürmü? Açdım ben burası. Səhifələrin sayı 258'dən 2'ni çıxırıq, edir 256 səhifə. İndi Unicode-la deyirsə, Unicode-la, mən byte-la hesabladığım üçün, bax, əgər bit-lə hesablasam, 16'ya vuracam. Yox, byte-la hesablasam, sadəcə 2'yə vururam. Baxaq, qalan səhifələrin hər birində 32 sətir var, vururam 32'yə. 32'yə. Vururam, hər sətirdə də 64 simvol olduğu üçün 64'ə vurdum. Simvola Unicode sistemini kodlaşdırırsanız. Müəllim, baxın. Siz B variantı müəllim cavab. baxın. İndi görüm gələ Müəllim, bilir. həll elədim. Baxaram. Həll elədim. Həllinə yoluna yazdım müəllim. Əla. Gördüm, baxdım misalı var. İndi görək mən düz alırammı? Onsuz da yoldaşlarınızdan başa düşməyiniz varsa, onsuz da məcburam bunu izah edeyim. 2 üstü 10, deməli, baxaq görək indi bu misalda necə eləyirik. Deməli, 2 üstü 10'u nəyə görə böldüm uşaqlar? Çünki bu aldığım misal byte-la idi. Artıq burada byte-dan mən kilobayta çevirəm. Bir var bitdən kilobayta, o zaman 2 üstü 13'ə bölmək lazımdır. Amma mən byte-dan kilobayta keçirirəm. Ona görə də 2 üstü 10'a böldüm. 2 üstü 8 vurulsun 256'nı gösterdim. 2 üstü 8 kimi. 2 öz yerində qalır. 32 olacaq 2 üstü 5. 64 olacaq 2 üstü 6. Bölünsün 2 üstü 10'a. Burada da bax bu gedir burada nənəm. 5, 2 üstü 6 getdi. Burada 2 üstü 11 idi. Boş 2 qalır burada. Deməli 2 üstü 8 vurulsun 2 vurulsun 2. Düzdürmü? Bu da eləyəcək 2 üstü 10. 1024. Düzdür? 1024 nə? Kilobayt. Kilobayt. Bəli. İndi uşaqlar, deyir sənədin ümumi informasiya həcmi neçə kilobayt olar? Bir şəkli tapdıq, tapmışdıq. Deməli, indi nəyi tapacağıq? Sənəd də tapdıq. Ümumi həcmi necə olacaq? 1024. 1184. Bəli. Bərabərdir 1184 kilobayt B bəndi. Aydın oldu. Bəli müəllim. Hə, sən xanlar atmışdın, gördüm tapşırığı, həll eləmişsən. Bir dəqiqə mən nə deyirsiniz axırda? 1184 kilobayt elədi. 1024 üstünə 160 gəldi, çünki mətni də tapdıq, şəkli də tapdıq və sonda cəmlədik ümumi həcmi tapmaq üçün. Bəli. Yuxunuz gəlmir uşaqlar. Belədir. Belədir. 5-10 dəqiqədə keçək, 5-10 dəqiqədən sonra sərbəst olarsınız, tamam mı? Heç olmasa 5-10 dəqiqə bir iki dənə misala baxın. Sərbəst olarsınız, yoxsa dərs qutarır? Bəli, dərs qutarır artıq. Hoş.
O şükür Allaha. Hayır, hayır. Yaxşı. 12-ci sual əslində asan sualdır. Gəlin bunu bir dənə mən sizə izah etmədən deyim. Qovluqda 12 megabaytlıq məlumat var. Bu qovluğa əvvəlcə falan qədər məlumat əlavə edilib. Uşaqlar 3584 kilobayt çevirsə megabayta, bu var ha, bax bu. Bu eləyir 3,5 megabayt eləyir. İstəsəz özünüz də yoxlaya bilərsiniz. 3584-ü bölərsiniz 1024-ə megabayta çevirmək üçün. Eləcək 3,5. Deyir, indi bu qovluğa bu qədər fayl əlavə olunur. Uşaqlar, deməli 12-nin üstünə nə gələcək? 3,5. Sonra deyir ki, daha sonra 1536 kilobaytlıq video tipli məlumat silindi. Bu səfər silinib. Bayaqlar əlavə olunmuşdu. Əlavə olundu üstünə gəlir, amma silindisə çıxırıq. 1536-nı böləndə 1024-ə eləyir 1,5. Sonra qovluğun ümumi həcmi neçə megabayt olmuşdu? Bu da burada da həll edirsiniz artıq, tapırsınız. 14 eləyir də deyəsən, 14. 14 deyim əvvəla. Mənbələr rahat toxamı çıxmaqdır. Bəli, asan sualdır bu. Yaxşı, bu hissəni sildim. Uşaqlar, dərsi rekord eləmişəm, onsuz da ürək istədiyiniz vaxtda girib baxarsınız. Bunlar asan sualdır. Abrakadabra, minimal əlifbanı soruşur. Yenə də istəyirsiniz izah edeyimmi, yoxsa ehtiyac varmı? Mənim, siz necə istəyirsiniz elə? Yaxşı, gəlin ən çətin istəyirəm yerdən tutaq, gözləyim. Bax, bu 17. Falan ən çox ilişdiyi hissə budur. Mən bunu izah edeyim sizə. 17-yi izah edəcəm. Buna oxşar bir məsələ də var idi bayaqları. İndi görüm harada rastıma çıxsa onu verəcəm sizə. 17-yi izah edirəm sizə. Bu 17-ni bu tərəfdə izah edəcəm. Burada gözləyim. Müəllim, Bəli, buyurun. bizə görə demirəm, intihası mənim sizin də dincəlməyə ehtiyacınız var. Mənim sonra gelin biraz dincəlin. Tamam, 17-ci qol misalı həll eləyə sonra. Bu tip misal biraz sizi çaşdıra bilər, ona görə deyirəm uşaqlar. 17-yə baxaq, sonra siz yəni artıq azad olarsınız, narahat olmayın. Yaxşı, Unicode sistemində kodlaşdırılmış. Unicode deyirsə uşaqlar nə qədərdir? Byte-la götürsə. 2 byte, müəllim. Bəli, 2 byte-dır. Unicode-u götürdüm 2 byte. Deyir ki, 64 səhifəlik. Bəli, vururam 64 səhifəyə. Hər səhifədə 32 simvol var. Vurdum 32. Vururam 32. Və sənədi, indi bax bu hissələri hələ ki saxlayıram uşaqlar. Bax bu hissəni saxlayacağam. Birdən başlayaraq nömrələndiyini nəzərə alaraq onun informasiya həcminin neçə bayt olduğunu müəyyən edin deyir. Uşaqlar, deməli mən tapıram ki, neçə səhifəm var və hər səhifəsində 32 simvol var, düzdürmü? Mən bunu gəlin əvvəlcə tapım, neçə bayt olur. Bu baytla hesablayırıq da uşaqlar, bu baytlandır. 2-ni vururum 64-də. 2 üstü, bax belə yazsaq daha yaxşıdır. 2 üstü 6, 2 üstü 5. Baytla eləyəndə bu da 2 üstü 12 eləyir, düzdürmü? 2 üstü 12 bayt. Bu da eləyir neçə? 4096. Bayt elədi. İndi uşaqlar, deyir sənəd birinci səhifədən başlayaq nömrələndiyi nəzərə alaraq onun informasiya həcminin neçə bayt olduğunu müəyyən edin. Deməli, bu mətndə 32 simvol var. Əlavə olaraq da hər səhifədə uşaqlar, elə bir ki, bir dənə bura baxın. Bax, mətndə də bu, uşaqlar, bu kitabın səhifəsi var da, 41-ci səhifədir. Birdən başlayaq nömrələnib. Əlavə bizə şey də deyib ki, bəs bax, bunu da nömrələnəndə də yer tutur axı, düzdürmü? Nömrələnəndə də yer tutur üçün. Bax, uşaqlar, bilirsiniz ki, 1-dən 9-a qədər tək saydadır. Ondan neçə dənə səhifədir? 64 dənə səhifədə. Ondan 64-cü səhifəyə qədər cüt-cüt saydadır. Yəni rəqəmlər 2-2-dir. Düzdürmü? Düzdür? Bəli, müəllim, bəli. Hə. Bax, 1-dən 9-a qədər mən çana qatlayıram. Bax, 1-dən 9-a qədər nə qədər rəqəm edir? 9-dan 1 çıxaraq üstünə 1 gələrik də, düzdürmü? 9-dan. Edir 9, bəli. Bəli, 9-u vuraram, uşaqlar, Unicode-dadır da, 2-yə vuraram, düzdürmü? Edir 18 bayt. Bəli. İndi, bax, bu heç, bu əla, bu tapdıq.
İndi gəlin 10-dan 64-ə qədər nə qədər ədəd edir? Neçə səhv eləyir? 10-dan 64-ə qədər. 4. 54 edir səhv Yox, etmirəm. yox. Baxın 10-dan 60. Bax 1-dən 9-a, bax 9-dan 1 çıxdı, 8 eləyir. 55 üstünə bir bəli. gəldi ki, bəli 55 eləyir. Bax Hə, 64-dən 10 60. çıxıb üstünə 1 gəlirik. Eləyir 55 səhifə. İndi bu 55 dənə səhifəsi axı dedik cüt saydadır. Deməli mən bunu 2-yə vururam cüt sayda olduğu üçün. Yəni hərəsindən 2-2-dir rəqəmlər. Rəqəmlər 2-2 və Hə. eyni zamanda Unicode-da hesablandığı üçün əlavə olaraq da 2-yə vururam. Aydın olur bu hissə? Mən bəs niyə 9-2-yə vurmadı? 9-u vurduqda 2-yə. Bax, buradakı O, rəqəmlər onu Unicode-a görə vurmadı. Bir dənə diqqətlə qulaq as. 1-dən 9-a qədər ədədlərin sayı təkdir. Yəni tək rəqəmlərdir. Bir dənə olduğu üçün tapdıq ki 9 dənə rəqəm var və onu Unicode-da tapmaq üçün 2-yə vurduq. Amma burada isə ondan 60-a qədər olan rəqəm səhifələr isə cüt sayda olduğu üçün biz bilirik ki 55 dənə səhifə cüt saydadır. Həmin hər bir rəqəmi 2-2 olduğu üçün 2-yə vurdum. Sonra 2-yə vurdum ki Unicode-a çevirmək üçün. İndi bu da 55 vuranda 2-yə 110, 110 da 2-yə vursam 220 edir. Düzdürmü? İndi təmiz başa. Əla. 220 indi bunları da cəmləyirik bir-birinə. Heç nə. İndi gəldik bura 4096-nın üstünə 220 gəlirik. Bunun da üstünə 18 gəlirik. 6-nın üstünə 8 gələndə 4. Çox güman ki bu cavab eləyəcək. 4334. 9-un üstünə 2 gələndə 11. Burada 12. Bir də yadda 3. Burada da bir yadda olduğu üçün 2, 3, 4334 byte elədi. Aydın oldu. Tamam. Əla. Uşaqlar, bax bu dərsə qulaq asdığınız üçün, dinlədiyiniz üçün bir dənə gözümlə bağlayayım buranı.